həşr edən şəhid qardaşlarımızın ailələri iştirak edir. O şəxslər ki, bugün biz bu qələbəni onların göstərdikləri qəhrəmanlıqlara borçludur. Dəvətinizi qəbul edib gəldiyinizə görə kollektivimiz adından hər birinizə təşəkkür edib qarşınızda baş eyirik. Və gəlin tədbirimizə başlamazdan əvvəl 44 günlük vətən müharibəsində, haqq savaşında həlak olan və bizə şanlı zəfər sevincini yaşadan şəhidlərimizin müqəddəs ruhlarını bir dəqiqəlik sükutla yad edək. Şəhidin xatirəsinə ehtiramdır. Bu sükutdan sonra söylənəcək hər söz, onların bizə buraxdığı buyruqlu bir vəsiyyətdir. Onlar bizə zəfəri miras qoydular. Biz isə bu mirası şərəflə daşıyırıq. Bu sükutda minlərlə igidin son nəfəsi var. İndi isə nəfəs alan qələbədir. Bu millət artıq susur, danışır. Danışır torpaq, danışır tarix, danışır zəfər. Qarabağ yolunun qanlı və qürurlu salnaməsi. Tarix səssiz ola bilər, amma əzabın, gözyaşının və qürurun yazıldığı səhifələr heç vaxt susmur. Qarabağ. Adı çəkiləndə içimizdə bir miskil boyatırdı bir vaxtlar. O torpaqlar ki, nəğmələrdə tərənnüm etdiyimiz, dastanlarda döyüşdüyümüz, dualarımızda yaşatdığımız yerlərdir. Amma bir gün həsrətin adı oldu Qarabağ. Birinci Qarabağ müharibəsi ümidlərin dərdi ilə doğulduğu dövr 1990-cı ildir. Azərbaycan müstəqilliyini yenicə qazanmışdı. Lakin bu azadlıq qələbəsinin arxasınca göz yaşları və şəhid qanunları gəldi. Birinci Qarabağ müharibəsində torpaqlarımız işğal olundu. Minlərlə şəhid verdik. Ancaq xalq təslim olmadı. Biz səssiz idik, amma ayaqdaydık. Susurduq, amma içimizdə yanan bir qığılcım vardı. Bir gün olacaq. Və o gün gəldi. 27 sentyabr 2007-ci il. Azərbaycan ordusu yumruğunu sıxdı və 30 illik ədalətsizliyə qarşı zəfər yürüşünü başladı. 44 gün boyunca Azərbaycan əskəri səngərdə tarix yazdı. Döyüşlər dua edildi, bayraq qayıtdı. 30 il susan torpaq bu dəfə öz övladlarını alın açıq qucaqladı. 44 günün hər birində bir tarix yazıldı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və nəhayət Şuşa. 8 noyabr Şuşa fakirlərinin ayaq səsləri tarixi titrətdi. Daşlara yazıldı zəfər, qayalara qürur qurdu, bayraq qaldırıldı cıdır düzündə və bu səs minlərlə şəhidin ruhuna göndərilən bir salam idi. Şuşa zəfərimizin zirvəsi oldu. Şuşa alınanda yalnız bir şəhər yox, xalqın qüruru azad edildi.
Əskərlərimiz qayaları dırmaşaraq, əllərində bayraqla bir millətin ümidini zirvəyə qaldırdılar və beləliklə 8 noyabr Azərbaycan tarixində qızıl hərflərlə yazılan qələbə günü oldu. Artıq Qarabağ azaddır. Artıq dünya bizi tanıyır. Qalib xalqın, qalib nümayəndələri kimi. Şəhidlərimizin ruhu rahatdır. Bayrağımız Şuşada, Xankəndində, azad Qarabağda dalğalanır və vətənimizin başı ucadır. Qarabağ bizimdir. Çünki onu qanla qoydu, dualarla yaşadı, səbirlə gözlədik və qeyrətlə iraldık. Bu zəfər əbədi Azərbaycan tarixinin şanlı zirvəsidir. Bu zəfərin memarları Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevin dəmir iradəsi, Azərbaycan ordusunun sarsılmaz gücü və şəhidlərimizin müqəddəs qanıdır. Onlar bugün yalnız tarixdə deyil, ürəyimizdə, bayrağımızda, azad Qarabağımızda yaşarlar. Onlarla qürur duyuruq. Çünki bu zəfər bir millətin ölməzliyinin adıdır. Zəfərimiz əbədi yaşasın. Bu yol gələcək nəsillərə qürur dərsi, tarix nümunəsi olsun. Bu zəfər yolunu unutmayaq. Bu yolda canlarından keçən şəhidlərimizi, qazilərimizi, veteranlarımızı unutmayaq və hər zaman qürurla deyək. Qarabağ Azərbaycandır. Zəfəri mübarək, ana vətən. Qarabağ zəfərinin 5-ci dönümünə həsr etdiyimiz konsertimizi məktəbimizin beynəlxalq müsabiqə layihəsi Cəngi Xalq Çalğı Alətləri Orkestrinin ifası ilə açıq elan edirik. Səid Rüstəmov, Fasilə Marşı, bədii rəhbər və dirijor Nəsibə Cəfərova, konsertmeyster Rəhimə xanım Gəzbər. Qarabağ. Çıxış edir Yusif İbrahimli, müəllim Arif Qəmbər. Sevgilim
Bugün burada boya ilə ruh verən, fırça ilə yaddaş yazan bir sənətə şahidlik edirik. Sözlə deyil, rənglə danışan, susqunluqda ən yüksək səsi eşitdirən bir təqdimatın qarşısındaydı. Rəssamın əllərində canlanan hər bir tablonun arxasında bir ömür dayanır. Analar qəsə, atasız qalan bir övlad baxışı, vətən üçün açılmış qollar dayanır. Bu rəsmləri çəkərkən rəssamın əlləri rənglərlə deyil, şəhid analarının göz yaşları, şəhid atalarının fəxri, bacıların duası, balaların həsrəti ilə oldu. Bu əsərlər təkcə portret deyil, bu əsərlər şəhidin susan gözlərinin dilə gəlməsidir. Hər rəsmdə bir qəhrəman canlanır. Bəzən son baxışı, bəzən son gülümsəməsi, bəzən alnında süzülən tər damlası fırça ilə həyata qayıdır. Rəssam yalnız rənglərlə şəkil çəkməyir. O hər tablonun içinə qürur, istirahət və müqəddəs borc yerləşdirir. Bugün bu tablolar vətənin minnətdarlıq salamı, xalqın əyilməyən iradəsinin zəfərə, rəsmə çevrilmiş halıdır. Hörmətli şəhid ailələri, bu sənət əsərləri sizin övladlarınızın yaddaşlarda əbədi qalması üçün kiçik bir körpüdür. Bu tablolar bizim unutmuruq deməyimizin rəngli sübutudur. Və biz inanırıq, hər tablonun baxışında bir nəsil ezan olacaq. Bu tablolar şəhidlərimizin varlığını yaşadacaq, divarlarda asılacaq, qəlblərdə yaşayacaq, nəsildən nəslə ötürüləcək. Və bugün bu müqəddəs əsərlər şəhid ailələrinə bir salam, bir həsrət, bir təşəkkür olaraq təqdim olunacaq. İndi isə söz üçün məktəbimizin direktoru Sabir müəllimi dəvət edir. Mən hər birinizi salamlayıram. Xoş gəlmişsiniz tədbirimizə. Müzəffər Ali Başkomandan Cənab Prezidentimiz İlham Əliyevin qüdrətli sərkərləri sayəsində vətən uğrunda canlarından, qanlarından keçən qəhrəman oğullarımızın sayəsində, qazilərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa olundu, regionda yeni reallıq yaranırdı. Biz bu günə görə, biz bu günü fəxr hissi ilə, qürur hissi ilə yaşayırıq. Bunlara görə Cənab Prezidentimizə minnətdarıq. Ordumuza borcluyuq, şəhidlərimizə borcluyuq, şəhid ailələrinə borcluyuq. Bugün bizim tədbirimizdə şəhid ailələri iştirak edir. Mən onların qarşısında baş əyirəm, şəhid analarının əllərindən öpürəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz 2024-cü ildə 8 Novruz Zəfər günündə həsr etdiyimiz tədbirdə şəhid ailələrinə qəhrəman oğullarımızın portretlərini təqdim etdik. Bu portretləri məktəbimizin dəyərli rəssamı Əminə Feyziyeva tərəfindən çəkilibdir. Xatırladım ki, müharibə dövründən bu günə qədər Əminə xanım tərəfindən 400-dən artıq şəhid rəsmi çəkilib, onların ailələrinə hədiyyə edilibdir. Bu gün Zəfərin 5 illiyində tədbirimizdə iştirak edən şəhid ailələrinə Əminə xanımın çəkdiyi portretləri, qəhrəman oğullarımızın rəsmlərini təqdim edəcək. Mən söz vermək istəyirəm Əminə xanıma. Çox sağ olun. Müharibə başlayan dövrdən bu günə qədər mən şəhid portretləri çəkib ailələrinə təqdim edirəm. Artıq 400-dən çoxdur ki, şəhid portretlərini çəkmişəm və bu son 2 ili 24 nömrəli 11 illik musiqi məktəbinin rəhbərliyinin təşəbbüsü ilə, Sabir müəllimin təşəbbüsü ilə Zəfər tədbirində şəhid ailələrini dəvət edirik və tədbirdə şəhidlərimizin portretlərini ailələrinə hədiyyə edirik. Bu həm Şəhid Yusifov Ağayli Vaqifoğlu. Şəhid Məmmədov İsa Nazimoğlu. Şəhid Novruzov Akşin Şahimoğlu.
Şəhid Abdullahzadə Qasım Əlioğlu. Şəhid Həmidov İzzət Rövşənov. Şəhid Əliyev Murad Hüseynoğlu. Şəhid Quluzadə Qurbanəli Elşadoğlu. Şəhid Qəmbərov Elnur Novruzoğlu. Bir daha şəhid ailələrimizin qarşısında baş əyib, hər birinizə Allahdan səbir diləyirik. Rəssam Əminə xanıma dərin təşəkkürümüzü bildirir və bu müqəddəs missiyanın önündə baş əyir. Azərbaycana gəlsin. Çıxış edir İnci Mustafalı, müşayiət edir İlxan Quliyev. Bedelimin sine çağırırım millet.
filmindən bir parça. Çıxış edir müəllimlər Rauf Abıyev, Aytən Rüstəmli və İlxan Quliyev. Azərbaycan. Çıxış edir Elşən Məmmədov. Müşayiət edir İlxan Quliyev. Senin uğrunda vuruşlar
Çıxış edir məktəbin xor kollektivi. Xormeyster Könül İbrahimova, konsertmeyster Quliyev Elxan. Süleyman Ələsgərov, Vətənimdir. Çıxış edir tarda 9-cu sinif şagirdi Azad Əliyev, müəllim Hüsayni İbadov, konsertmeyster Layla Piriyev.
şagirdi Məhəmməd Səfərli. 3-cü sinif şagirdləri Yusif İbrahimli, Aynurə Şıxəliyeva, müəllim Arif Qəmbərov, konsertmesterlər Tarda Valid Allahverdiyev, kamançada Gülnarə Həsənova və nağarada Əcbər Ramazanov. Aşıq Altay, Şakir Gözəlməsi, çıxış edir məktəbi saz ansamblı. Müəllimlər Cavanşir Quliyev, Təşəkkür Əmralıyev. Nağarada müşayiət edir Orxan Mehdiyev. Çatdı
Adam Morgan, duet. Çıxış edir klarnetdə 9-cu sinif şagirdi Hüseyn Hüseynov və müəllim Rauf Abid. Rəşid Şəfəq, sizinlə yandı vətən. Çıxış edir məktəbimizin həmahəng xor kollektivi. Konsertmeister Priyeva Layla, xormeister beynəlxalq müsabiqələr laureatı Afaq Vəli Məmmədova.
Əkbər Tağıyev, El yolunda. İfa edir Bağıyeva Kürsün. Konsertmeister İmanov Hikmət Həsənova Gülnarə.
Yaşayıram el üçün, çıxış edir Qarmon kvarteti, beynəlxalq müsabiqələr laureatları, 10-cu sinif şagirdi Mahmud Mahmudov, 8-ci sinif şagirdi Hüseynəli Hüseynov, 5-ci sinif şagirdi Fəqan Əliyev və 4-cü sinif şagirdi Elgün Məmmədov. Müəllim Mircəlal Mürsəlov, Sabir Rızayev. Müşayiət edir nağrada 9-cu sinif şagirdi Əli Əliyev. çıxış edir müəllimlər Rauf Abiyev, Vüsal Süleymanov. Müşayiət edirlər məktəbin violin ansamblı və Nəmahəng xor kollektivi. Xormeyster Afaq Vəli Məmmədov.
Və bir də bugünkü təşəbbüsə görə rəssam Əminə xanıma rəhbərliyimizin fəxri fərmanı təqdim etmək üçün Sabir müəllimə təqdim edirəm.